İslamın vacib əməllərindən biri namaz sayılır. Bugün namazı idman, sağlamlıq, təmizlik və s. əməllərlə əlaqələndirirlər və bu da namazın zahiri mənasına aid hesab olunmalıdır. Namazın gizli mənası isə çox mürəkkəb bir elmlə bağlıdır ki, İslamda bu batin elmi adlanır. Bütün müqəddəs kitabların, o cümlədən Quranın da batini mənası vardır və bunlar ən qədimdə baş vermiş mistik bir hadisənin rəmz və ifadəsidir. Mən batini Quran kitabında və məqalələrimdə bütün dinlərin bir olduğunu və onların bir hadisə ilə bağlı olduğunu sübut etmişəm. Ona görə də bu məqalədə gizli batin elminin ümumi nəticələrini qeyd edəcəyəm. Bildirdiyim kimi, bütün qədim yazılar ən qədimdə baş vermiş sirli bir hadisə ilə bağlıdır və mənbələrdə bu hadisə dünyanın yaranması kimi qeyd olunur. Lakin burada söhbət yaşadığımız bu dünyadan yox, tarixdən Misir fironu kimi tanıdığımız Amon tərəfindən göydə yaradılmış qeyb aləmindən, yəni ruhlar dünyasından gedir. Misir mənbələrinə görə bu dünya göyləri əhatə etmiş Adəmin bədənində yerləşir. Tövrata görə Adəm yaradılanda kosmik ölçülü, yəni dünyanın bu başından o başına qədər olmuşdur. Məşhur sufi alimi Mühiddin İbn Ərəbi də Adəmi Allah mənasında kosmik insan kimi göstərərək onu kamil insan adlandırır. Digər sufi dahisi Əl-Qəzali isə bu göy insanını Məhəmməd adlandırır və bu da Peyğəmbərimizin qədim Misirdə yaradılmış Adəm, yəni atom Allah obrazında olması deməkdir. Dünyanın yaranışının qədim Misir variantına görə əvvəl göylə yer bir olmuşdur. Firon Amon özünü Adəm adlandıraraq bu obrazda qeyb torpağını Nut göyündən ayırır və göyləri əlləri ilə saxlayır. Quranda da Allahın göyü yerdən ayırması xüsusi nəzərə çatdırılır və bu hadisə ölümsüzlüklə əlaqələndirilir. Deməli, göylər və göydəki ruhlar dünyası olan qeyb aləmi məhz Adəmin hesabına göylərdə dayanır. Qəzalinin yazdığından belə nəticə çıxır ki, göyləri Məhəmməd Peyğəmbər saxlayır və Adəmin nəsli də məhz onun obrazı ilə yaradılmışdır. Sufizmdə və qədim dünyanın vahid dilində Məhəmməd rəmzi hər şeyi bilən Adəm mənasını verir. Başqa sözlə, Məhəmməd Peyğəmbər göydə qeyb aləmini yaratmış Allahın obrazıdır. Təbiət qanunu sayılan magiyanın bənzər yaradar qanununa görə göydə yaradılmış qeyb aləminə düşmək üçün insan onun yaradılışını təkrar etməlidir. Və bununla da göyləri əhatə edən ilkin materiyayı sübut etməyə çalışmalıdır ki, o elə göylərdə ölümsüzlük qazanmış Adəmdir. Bu sübut isə namazdır. Namaz hərəkətləri Adəm obrazında olan Firon Amonun yeri göydən ayırması və onu göydə saxlaması prosesinin rəmzləşdirilmiş variantıdır. Namaz vaxtı deyilən sözlər yalnız samitlərin xüsusi məna ifadə etdiyi sufizmdə rəmzlər hesab olunur və bu rəmzlərdə Adəmin qeyb aləmini yaratması, ayağa qalxıb onu göydə saxlaması və s. hadisələr qeyd olunur. Deməli, namaz müsəlmanın Adəm olmasını ilkin materiyayı sübut etməyə çalışmasıdır. Bu sübut isə onunla nəticələnir ki, o da Adəm kimi müqəddəsləşir. Yəni, insan arzuları həyata keçən, hər sözü ilkin materiya tərəfindən Allahın əmri kimi qəbul edilən müqəddəsə çevrilir. Sufilərin dili ilə desək, namaz qılan müsəlman Allahın vücudu ilə vəhdət təşkil etməyə başlayır. Namaz qılmaq üçün ayaq üstə duraraq həmd surə demək, Firon Amonun Adəm obrazında magik rituala başlaması, özünü ilkin materiya ilə eyniləşdirməsi və onun obrazına girməsi mənasındadır. Səcdə vəziyyəti və alnın möhrə vurulması qədim Misir rəsmlərindən çox təsvir olunan vəziyyətlərdir və rəsmlərdə bu vəziyyət geniş şəkildə təsvir olunur. Möhür rəmzi, yerlə göyü ayıran Betil daşının rəmzidir ki, digər dinlərdə də bu mənada olan Beytel rəmzi, bu daşın üstündəki səmada yaradılmış Allahın evini bildirir. Namaz qılanın alnını bu möhrə vurması, Nut göyünü təmsil edən Allahın məhz burada qeyb torpağından ayrılması mənasındadır. Diz üstə oturaraq təşəhhüd demək, qeyb aləminin yaradılışı zamanı kahinin bütün mərasim səhnəsini təsəvvür etməsi və beynində yaradılış prosesini canlandırmasına işarədir. Batini Quran kitabında bu prosesə mən faktlarla geniş izah vermişəm. Namaz qılanın rükû vəziyyətində əyilib
əllərini diz üstünə qoyması və düzələrək təkbir deməsi, səmadakı qeyb aləmini saxlayan sütunun axirətdə yenidən düzəldilməsinin rəmzi hərəkətlərlə təqlididir. Qunut vəziyyətində əlləri açaraq salavat demək, Allahın böyüklüyünü etiraf etmə və ondan bərəkət diləmək mənasındadır. Deməli, namaz qılan müsəlman hərəkətləri ilə qeyb aləmini yaratmış Firon Amonun hərəkətlərini təqlid edir. Qədim Misir rəsmlərində bu hərəkətlər daha çox variantlarda göstərilir ki, gündəlik həyatda onların təqlidi praktiki olaraq çox çətinliklər yaradır. Buna görə də müqəddəs əcdadlarımız qıldığımız namazın bu hərəkətlərinin ən optimal vəziyyətini bizə məsləhət görmüşlər. Namazın sağlamlıq baxımından da xeyirli olduğunu nəzərə alsaq, razılaşarıq ki, namaz əcdadlarımızın bizim üçün yaratdığı əvəz edilməz qeyri-maddi mədəni irsdir. Namaz qılmazdan əvvəl dəstəmaz alınması da Adəmin ilkin materiyadan, yəni dirilik suyundan yaradılması ilə bağlıdır. Sufizmdə və qədim fəlsəfədə su bəşəriyyətə həyat vermiş ilkin materiyanın, yəni efirin rəmzidir. Qurana görə Allah bütün canlıları sudan yaratmışdır. İbn Ərəbi də Allahın taxtını saxlayan bu suyu ilkin materiya kimi təsvir edir. Deməli, dəstəmaz alınması Adəmin dirilik suyundan yaradılmasının rəmzlərlə ifadəsidir. Dəstəmazı təriqətlər müxtəlif variantlarda alırlar ki, mən yalnız bunun qədim Misir variantına izah verəcəm. Xüsusi qeyd etmək istərdim ki, tədqiqatçıların gəldiyi son nəticələrə görə qədim Misir allahları Mesopotamiya qəhrəmanlarıdır. Bu qəhrəmanlar isə mənbələrdə zamanı qabaqlayıb tam xoşbəxtliyə çatmış deyilən türklər adlandırılır. Onların mənbələrdə batinilər, nizarilər və s. da adlandırırlar və onların gizli elmi qədim Misir fəlsəfəsi ilə eynidir. İslam ezoterizminin məşhur tədqiqatçısı Henri Corbinə görə, Şiə ezoterizmi İranda müsəlmanlığın bura gəlişindən də əvvəl olmuşdur. Məşhur sufi Şihabəddin Yahya Sührəvərdiyə görə isə bu müdrikləri Allah özü himayə edir. Bütün bunlar o deməkdir ki, bugün qıldığımız namaz və aldığımız dəstəmaz zamanı qabaqlayıb tam xoşbəxtliyə çatmış batini türklərinin qeyri-maddi mədəni irsidir. Salavatla, yəni Allahın böyüklüyünün təqdimi ilə müşahidə olunan dəstəmazda ilk öncə üz 2 dəfə yuyulur. Çünki Allah əvvəl özünün Ra simasını yaratmışdır ki, qədim rəsmlərdə Günəş Allahının siması insan sifətində göstərilir. Daha sonra sağ əl və sol əl 2 dəfə yuyulur. İbn Ərəbiyyə və digər mənbələrə görə də Allahın 2 əli var və hər ikisi sağ əldir. Bunu başa düşmək üçün bilmək lazımdır ki, Firon Amon əvvəl göylərdə Ka adlanan ələm yaradır və onu öz sağ əlinin kölgəsi adlandırır. Ka ələmi Amonun sağ əlinin yerdəki hərəkətlərini təkrarlayaraq göydəki ilkin materiyadan varlıqlara həyat verməyə başlayır. Deməli, Allahın 2 sağ əli var dedikdə, Firon Amonun sağ əli və onun göydəki kölgəsi olan Ka ələmi başa düşülməlidir. 2 dəfə yuyulma Adəmin yaradılışının axirətdə təkrar olunacağı ilə bağlıdır. Yəni, axirətdə göyləri əhatə edən birinci Adəmin yerinə ikinci Adəm keçəcək ki, bu da dirilik suyundan formalaşacaqdır. Bundan sonra sağ əl ilə başa bir dəfə məhz çəkilir. Məhz insan başının adətən saç tökülən hissəsinə çəkilməlidir. Çünki Ra-Amon Allah insanın baş beyninə yeni qat əlavə edərək onu düşünən insana çevirmişdir. Məhsin bir dəfə çəkilməsi isə bu hadisənin yalnız bir dəfə, yəni yaradılış zamanı olması ilə bağlıdır. Daha sonra sağ ayaqdan başlayaraq hər ayağın üstünə sağ əl ilə 2 dəfə məhz çəkilməlidir. Ayaq rəmzi qədim mənbələrdə Firon Amonun ruhu mənasında olan şu Allahın ayağa durduğu dağla bağlıdır. Misir yazılarına görə bu sirli dağın altında Bigge mağarası vardır və burada Oziri, yəni Osiris Allahının sağ ayağı saxlanır. Mənbələrdə buranın digər adı Mariud şəhəridir ki, bu da Marlar şəhəri, yəni Midiya ili mənasındadır. Əhd-i Əttiqə görə də Allahın evi onun ayaq üstə durduğu Moria dağında yerləşir və burada o İsrail xalqı arasında əbədi yaşayır. Bu yer kitab və məqalələrimdə yazdığım kimi həqiqi İsraildə, yəni Oziri Allahının elində yerləşir.
Qeyd etmək istərdim ki, Ozir Allahının bu şəhəri mənbələrdə Nu kimi də qeyd edilir və mətnlərdə Nu şəhərindəki Oziri, Nazar, Nizar, yəni Nu Oziri kimi yazılır. Xristian mənbələrinə görə Şu Allahının bu şəhərində Yeşo Nazareyləri, yəni İsa Peyğəmbərin Nazarey nəsli yaşayır. İslama görə isə bura Şiə nizarilərinin, yəni Ənsarilərin Ələmut qalasıdır. Qədim möhürlərin birində Allahın ayağa durduğu yer bədənindən dirilik suyu axan Şumerin Enki Allahının ayağını dağın üstünə qoyması kimi təsvir olunur. Sufilər dahisi İbn Ərəbi də ayağını yerə qoymuş bu Adəmi Allah kimi təqdim edir. Deməli, ayağın üstü Allahın ayağının yerləşdiyi dağ mənasındadır ki, burada dirilik suyu mövcuddur. Ayağın məhz çəkilən üst hissəsi də ilk Allah evinin yerləşdiyi dağın rəmzidir. Belə çıxır ki, dəstəmaz bu gün qəbul edildiyi kimi sağlamlıq mənasında yox, Allahın Adəmi yaratması prosesinin çox müdrikliklə rəmzləşdirilməsidir. Əgər nəzərə alsaq ki, namaz və dəstəmaz sufi mənası da çox dərin olan sözlərlə müşahidə olunur, razılaşarıq ki, Allah namaz və dəstəmaz vasitəsilə öz mömin bəndələrinin ölümdən sonra da cənnətdə yaşamalarını təmin etmişdir. Çünki dünyanın yaranışı üçlükdən, beyində təsəvvür etmədən, sözlə ifadədən və əməldə hərəkətlərin təqlidindən törəmişdir. Göyləri əhatə edən ilkin materiyada yalnız bu üçlüklə canlı varlıq yaratmaq mümkündür. Yazdıqlarımızdan çıxan nəticə odur ki, namaz və dəstəmaz Firon Amonun Adəmi və onun üçün göydə cənnət yaratması prosesinin təqlididir. Bu təqlidə əməl edən müsəlman Adəm kimi cənnətə düşəcəkdir və orada onun ruhu əbədi xoşbəxt yaşayacaqdır. Bu xoşbəxtliyi insanlara Firon Amon və onun zamanı qabaqlamış və tam xoşbəxtliyə çatmış deyilən türkləri vermişlər. Məhz bu türklər mənbələrdə muhacirlər adlandırılırlar. Bütün bunlar namaz və dəstəmazın batini, yəni gizli mənasıdır və bunları yalnız sufi müdrikləri bilmişlər. İslamın gizli olan batini elmi haqda daha geniş məlumat və təkzib olunmaz faktlar müəllifi olduğum Batini Quran kitabında verilmişdir.